asker, vətən əmanəti, yurd əmanəti. 1992-ci ilin sentyabr ayının 2-si səhər tezdən əmrə uyğun bizim 713 nömrəli taborumuz Ağdərən Vəng kəndi istiqamətində hərəkətə keçdi. Bölük komandiri Rəhman İskəndərovun tapşırığına uyğun 5 nəfərdən ibarət dozor qrupu ümumi tabordan təxminən 30-50 metr irəlidə hərəkət edirdi. Dozor qrupuna rəhbərlik edirdi Mehman Ağayev. Ondan sonra onun ardınca Həsənov Əflağa hərəkət edirdi. Əflağadan sonra İbrahimov sahib hərəkət edirdi. Onun arxasınca mən Məmmədov Asif idim və məndən də sonra axırda radiostansiyanın olan Ağa hərəkət edirdik. Dozor qrupunun məqsədi o idi ki, hər hansı bir baş verə biləcək gözlənilməz hadisə haqqında əsas qrupa komandir Rəhman komandira İskəndərov Rəhmana xəbər vermək idi. Oranın təbiəti də elə idi ki, sıx meşə idi və yol dolanbaz idi. Yəni, çox irəlini görmək olmurdu. Və belə biz hərəkət edirdik. Təxminən kilometr yarım gedəndən sonra elə bir döngədən çıxanda qəfildən qarşıda təxminən 50 nəfərdən çox 70-80 nəfər düşməni, hərbiçiləri gördük. Yəni, o vaxtları elə idi ki, həm bizim forma, həm onların forması SSR-dən qalmış idi, bir-birinə oxşayırdı. Ona görə, yəni, dəqiq bilinmədi ki, onlar bizimkilərdir ya ermənilərdir. Birbaşa biz onlara, yəni, getdik içərilərinə girdik. Onlardan bir nəfər, bir saqqallı. Onlar heç də demədilər. Oturanlar ayağa qalxdı, onların yarısı bir hissəsi oturmuşdur, bir hissəsi ayaq üstə. Oturanlar da yavaş-yavaş qaldı. Onlar da yəni, bir reaksiya vermədilər. Elə sakit hərəkət elədilər ki, müəyyən məsələdə anlamaq olmadı ki, onlar düşməndir. Onlardan o saqqallı biri gəldi arxada, məndən arxada Ağaya yaxınlaşdı. Mehman anladı ki, bunlar ermənilərdir. Başladı onlarla danışmağa. Məqsədi o idi ki, vaxtı uzadaraq arxadakı bizim əsas qüvvənin yaxınlaşmasına qədər vaxtı uzatsın. Yəni, onlar bizə yaxınlaşsın, kömək etsinlər. Bu zaman onlardan biri yaxınlaşdı məndən arxada Ağaya ki, o radiostansiyanı onun əlindən alsın. Elə bu zaman Mehman bizə əmr etdi ki, o gördü ki, bizdən arxada əsas qüvvə bizə yaxınlaşır. Əmr etdi ki, uzanın. Bu deyən anda da həm bizimkilər, həm ermənilər tərəfindən atəş açıldı. Bu zaman mən o yarğan istiqamətində sürətlə hərəkət etdim. Hərəkət edən zaman hiss elədim ki, erməninin atdığı güllə, yəni mənə sol tərəfdən, arxadan girdi, buradan çıxdı, bu tərəf, qoltuq altdan tərəfdən çıxdı. Onu hiss elədim, yəni sümüyə dəymədi, yəni yüngül oldu belə. Sonra mən biraz gedəndən sonra çıxdım, orada bir ağac vardı, onun içərisində oturdum. Baxdım yarama, yəni paltarımı açdım, biraz baxdım ki, qan çox gedir, getmir. Gördüm ki, elə çox deyil. Yəni, rahatdır, yumuşaq toxumalardan keçib güllə. Sümüyə dəyməmişdir, şükür Allaha. Mən şəhərdə böyüdüyüm üçün, yəni bir qədər oradakı ümumi vəziyyəti qiymətləndirmədə çətinlik çəkdim. Bilmədim bizimkilər hardadır, düşmən hardadır. Atışma oldu, atışma getdi. Mən orada gözlədim. Hava qaralandı, atışma dayandı sonra, döyüş qutardı. Hava tam qaralandan sonra mən düşündüm ki, qalxacam yuxarı, yolla sağa gedəcəm bizimkilər tərəfə. Qalxdım yuxarı, sağ tərəfə getdim. Amma elə oldu ki, mən düzgün istiqamət getmədim. Ermənilər olan tərəfə getmiş olmuşum. Necə? Gecə oldu ki, biz, mən, İskəndər Rəhman, mən
Bir də Arxanov Asəf. Üçümüz, yəni bizim böyük komandirimiz o vaxt İskəndər Rəhman idi. Həmən vaxtı biz getdik hadisə yerinə, hadisə döyüş gedən yerə. Doğrudan çox da çətin idi. Çünki günüz bir batalyonla bu döyüşdə bacarmadığım şəkildə bizim ora ayaq basmaq çox təhlükəli idi. Elə oldu ki, gecə getdik həmən o ermənilərin tolası vardı orada. İctimai yerinə bacardığımız qədər baxdıq, heç nə tapa bilmədik. Gecə elə oldu ki, gəldik, istiqaməti itirdik. Yəni biz öz qaldığımız kəndə tərəf gələ bilmədik. Və həqiqətən də yaxşı xatırlayır Asəf Arxanov, İskəndərovun özü də orada. Biz gəldik, çıxdıq bir naməlum bir istiqamətə. Gəldik, gördük ki, orada bir gecə bir dik yol var. Burada bir KAMAZ dayanıb. Qaranlıqdır. Gecə saatı haradasa bir 12, bir 2 ola belə deyəsən. Çünki həm vaxt hardan gəlib getdiyini də bir təyin edilmirdik. Biz gördük ki, KAMAZdan qapıları açıqdır. Həmin vaxtda bizim yoldaşımızdan biri Arxanov Asəf rəl durdu və yaxınlaşdı KAMAZa. Bizə məlum oldu ki, Altına Qəmərə Qızılqaya kəndinə daha doğrusu hücum edəndə orada sinarət gətirən KAMAZın bir minə düşmüşdü. Bizə məlum oldu ki, bu həmən KAMAZdır. Bu KAMAZ təxminən Qızılqaya, yəni Altına Qəmərə istiqamətində durmuşdu. Ondan sonra biz bir xeyrimiz oldu ki, müəyyən etdik ki, biz səhv gedirik, geriyə qayıtmalıyıq. Həmin KAMAZın əks istiqamətində biz gələndə gecə gördüm meşədən səs gəlir və biz onda həmin vaxtda bizi o 3 nəfər ki, biz hansı ki o Asəfi ki, gecə gəzməyə getmişdik. Onda qəşəng bizə demişdi ki, müəyyən belə desək fitlərlə, səslərlə sizi mən çağıracam, bilin ki, mənəm. Biz gecə gəldik ki, onda səs gəlir. Hər hansı səslərlə, bir jestlərlə biz təxminən səsə yaxınlaşdırsam müəyyən etdik ki, bu qəşəngdir. Gecə təkcə kəndin yuxarısında bizi gözləyir və bizi demək qarşılamaq üçün burada dayanıbdır. Və biz gecə qoşulduq gəldik kəndlər Vaqaz, daha doğrusu Qozlu Dərə kəndində biz dincələsi olduq gecə. Səhər tezdən el oldu ki, axşama məsləhətləşdik. Səhər tezdən böyük bir 20-25 nəfərlə biz yenidən gedək. Həmin demək ərazidə o hadisə olan yeri biz müəyyən edək, orada görək Asifin haqqında nə məlumat var, heç olmasa öldü, qaldısın bilək. 1992-ci il 2 sentyabrda Vəng uğrunda gedən döyüşlər zamanı Asif Məmmədovu itkin düşdü həmin döyüşlərdə. Biz döyüş vaxtı çox axtardıq, bütün gecəni axtardıq, onu heç cür tapa bilmədik. Asif Məmmədov itkin düşdü. Biz sentyabrın 3-də komandir İskəndərov Rəhmanın göstərişi ilə 20 nəfərlik şəxsi heyətlə dünən gedən döyüşlər ərazisinə yola düşdük. Xeyli axtardıq, heç bir iz tapa bilmədik Asif Məmmədov barədə. Və ermənilər, biz yaxınlaşdıqca döyüş ərazisinə, ermənilər öz meyitlərini yığıb və hiss edərlər ki, biz gəlirik kəndə doğru, döyüş ərazisinə doğru. Onlar döyüş ərazisini tərk elədilər. Biz heç bir iz tapa bilmədiyimiz üçün sol istiqamətə doğru Qızılqaya istiqamətində irəlilədik. Səhəri gün sübh tezdən gəldi. Təqribən 20 nəfərə yaxın şəxsiyyəti seçərək bir gün qabaq döyüşdüyümüz döyüş əməliyyatı zonasına qayıtdıq. Həmən ərazidə Məmmədov Asifin axtarışını həyata keçirmək üçün. Həmən yerə yaxınlaşanda ermənilərin həmən yerdə yaralıların deməli bir gün qabaq döyüşdə ölmüş əskərlərinin meyitlərini yığmasının şahidi olduq. Bu vaxt komandirimiz bizə göstəriş verdi ki, gizlənib gözə görünməyin, düşməni müşahidə altında saxlayaq, çalışaq ki, düşmən tərəfdən əsir götürək ki, Məmmədov Asifin taliyi bizə məlumdur. Əgər lazım olarsa, düşmənlə Məmmədov Asifin dəyişdirilməsini həyata keçirək. Biz orada kolların, ağacların arasında gizlənib düşmən mövqeyini müşahidə apardığımız zaman demə düşmənin hansısa bir qrupu bizim oraya yaxınlaşdığımızın şahidi olduğundan
birdən-birə onlar yoxa çıxdı və həmin ərazidən tam sakitçilik çökdü. Biz gördük ki, həmin ərazidə daha düşmən görünmür. Həmin əraziyə yaxınlaşdıq, müşahidə apardıq. Həmin ərazidə Məmmədov Asif haqqında heç bir məlumat ala bilmədik. Çünki o ərazidə ona aid heç bir iz yox idi. Sonra isə biz sol istiqamətində hərəkət edib Yarğan qırağı ilə hərəkət etdik. Meşənin qalın və kolların qalın yerində yumşaq meşə torpağı üzərində bir izə rast gəldim. Həmən izə müşahidə apardım ki, həmən izin ayaq razmerimin qoymaqla müəyyən elədim ki, həmən ayaq izi 41 razmerli şəxsə aiddir. Bir dabanı da yoxdur. Ayaqqabının bir dabanı yoxdur. Mən bu barədə komandirimə məlumat verdim. Sonra əsgər yoldaşlarımızdan biri dedi ki, döyüşdən öncə Məmmədov Asifin ayaqqabının dabanı biri qopmuşdu. Həm də onun ayağı razmeri 41-dir. Biz başa düşdük ki, Məmmədov Asif sağdır. Eyni zamanda həmən iz bizim bir neçə gün qabaq iş düşməndən azad elədiyimiz Qızılqaya kəndinə doğru həmən iz gedir. Biz o meşənin içinə girəndə hava çox qaranlıqdır. 1 metr görmək mümkün deyil. Nəysə, Allahın istəyi ilə mən qulağıma səs gəldi. Qulağıma səs gəldi. Mən dedim ki, Azərbaycanlısan. Onlardan səs gəlmədi. İkinci dəfə dedim, Azərbaycanlısan. Ondan sonra gördüm ki, orada bir hayes eşidildi. Başa düşdüm ki, ermənidir. Sadəcə mən bilmirəm, o 2 nəfərdir, ya çoxdur. Ən az 2 nəfər var, çünki bunların danışığı mənim qulağıma səs gəlir. Yavaş-yavaş geriyə addım atdım. Yavaş-yavaş geriyə. Onlar bir də dedi, hayes. Mən də dedim, hayes. Onlar gördülər ki, səs uzaqlaşır. Ona görə güllə açdılar və bir qranat atdılar. Mən özüm ateş açmadım ki, yəni işığa görsənməsin ki, mən haradayım. Çünki mən təkəm, onlar sən azı 2 nəfərdir. Bəlkə postdadılar. Onlar gizləniblər. Mən yenə ki, düşdüm aşağı arxa. Arxa düşdüm, oradan da ateş olmadı. Onlar da bilmədi mən neçə nəfərəm. Sonra biraz getdim, qarğıdallıq vardı. Yorulmuşdum, çox yorulmuşdum. Uzandım onların arasında, yatdım. Səhər tezdən, işıqların aşağı yaxın qalxdım. Bilirəm ki, biz Sərsəy su anbarı tərəfindən gəlirik. Bizimkilər o tərəfdədir. Qalxdım dağın başına. Gördüm Sərsəy su anbarı hardadır. Daha yolla yox. O dağları aşağı gəlirdim. Gələndə elə bir hal oldu ki, yuxarıdan aşağı düşürdüm. Orada elə bir hal oldu ki, 3 dənə mənim fikrimcə minamyot atıldı. Yuxarı düşdüm, arxaya düşdüm. Yəni mənə şükür alayı elə bir şey olmadı. Yolumu davam elətdirirdim. Gəldim, çatdım bir yol ağacına, gördüm aşağıya gedir Sərsəngər, Sərsəng su anbarına. Sol tərəfdə bildim ki, biz o kənddə idik. O kəndə tərəf. O ilə də çox yorğun idim. Biraz da getdim. Yenə deyirəm, dolambaç yollar da orada. Birdən qulağıma tank səsi gəldi. Həqiqətən də tank yaxınlaşanda saxladı. Biri düşdü aşağı, o birisi ilə, tankı sürənlə danışdı, gördüm Azərbaycan dilində danışır. O mən də qalxdım ayağa. Şeylədim, onlar da dedilər ki, səni axtarırlar. Səni axtarırlar. Və bildim ki, bu tərəf Azərbaycana da rahat qayıtdım. Gəldim özümçülərə, bildim ki, mənim üçün axtarış da ediblər, Allah razı olsun. Hətta buna görə bəziləri yaralanıblar da, mən axtaranda. Gəlib özümçülərə çatdım. Demək ki, elə oldu ki, biz çay aşağı gələndə, elə oldu ki, ortaya böyük bir qaya çıxdı. Bu qaya bizi təxminən 8-7 nəfərimiz biz tərəfə düşdük. O 8 nəfər Qəşəm Rızayevdə olduğu qrup idi. Biz 13-14 nəfər də bir tərəfə düşdük. Və biz elə olduq ki, biz demək gəldik, demək çay aşağı gəldikdə biz gəldik Artına Qamer kəndinin, yəni Qızılqaya kəndinin üstünə. Ancaq Qızılqaya kəndi bizim bir həftə olardı ki, 5 gün olardı ki,
bizim batalyonun da iştirakı ilə düşməni azad edilmişdi. O vaxtı bilmirəm 700-900 idi, sansı briqada var idi orada. O nəzarət edirdi. Biz də bu Bəng istiqamətinə gəldiyimizə görə onlar bizdən şübhələndi ki, yəqin ki biz düşmən tərəfindən gəlir. Yəni təbii ki onlar bizim haqqımızda yəni tam dəqiq məlumatları yox idi. Ona görə də biz onların mövqeyinə yaxınlaşanda bizə atəş açdılar ki, dayanmalısınız. Və biz elə oldu ki, dayanandan sonra dayandıq və bizə kim olduğumuzu, nə olduğumuzu bildirmək üçün biz yoldaşlarımızdan Arxanov Asəfi biz onlara belə desə nümayəndə kimi göndərdik. Bir xeyli getmişdik. Qəşəm qarşısına çıxmışdı, iz çıxmışdı. Qəşəm dedi ki, bu 100% Asim Məmmədovun izidir. Və biz həmin vaxtı iki dəstəyə bölündük. Şəxsi heyət iki dəstəyə bölündü. Bir dəstəni Rəhman İskəndərov komandir. Biz onunla getdik. Möhlət, Sahib, Polad, Bilal, Raci. Biz Rəhman İskəndərovla getdik. Qəşəm də o biri şəxsi heyətlə deməli biz Dərə aşağı getdik. Qəşəm isə Cığırla doğru irəlilədi Qızıl evinə doğru, Qızıl Qaya kəndinə doğru. Bir xeyli getdik. Deməli biz Dərə ilə getdik. Kəndə çıxdıq, kəndin başlanğıcında deməli bir obyekt var idi. Məktəb idi və yaxud idarə idi, belə bir obyekt idi. Biz bu obyektə yaxınlaşanda içəridən bir 6 nəfərlik hərbiçilər çıxdı bizim qarşımıza və avtomatla bizi istədilər ki, bir tərk silah eləsinlər. Eyni vaxtda kimsiniz, nəçisiniz? Biz bunlara məlumat verdik ki, dünənki döyüşlərdə bizim əskərimiz itkin düşübdür. Biz onu axtarırıq. Adı bu, familiyası bu. Bunları heç cür inandıra bilmədik. Üzerimizdə sənət də vardı, sənətli olan vardı, sənətsizlər də vardı. Biz nə qədər cəhd elədik, heç cür bunlarla bir dil tapa bilmədik. Bunlar inanmadılar ki, biz itkin düşmüş saldat axtarırıq. Onlar kimdir ki, o kənddə olanlar? Kənddə olanlar kəndi mühafizə edən hərbiçilər idi. Kəndi mühafizə edən hərbiçilər idi. Deməli, biz bu mübahisəmizdən istifadə edən erməni məktəbdən, təxmini bu məktəbdən 2 kilometr kənarda, yüksəkliklərdə demək ermənilər bizi görürmüş. Təxminən 2 kilometr kənarda. Biz bunlarla mübahisə elədiyimiz ərəfədə ermənilər bizi minamyotun snaryadi ilə vurdular. Məktəbin qarşısına atdılar. Bu zaman bu bizi tərk silah etmək istəyən zabit boğazından qəlpə yarası aldı. Rəhman İskəndərov göstəriş verdi ki, biz buna təcili ilkin tibbi yardım göstərək. Biz mövqeyimizi dəyişdik. Bu komandiri də götürdük. Məktəbin arxa hissəsində buna ilkin tibbi yardım göstərməyə çalışdıq. Boğazından qəlpə yarası almışdı. Biz buna ilkin yardım göstərən ərəfədə ermənilər ikinci snaryada atdılar. İkinci snaryada atdılar. Eyni vaxtda təkrarən bu ikinci snaryaddan da təkrarən bir qəlpə dəydi həmin zabitə. Həmin zabitə dəydi və zabitlə bərabər bizim əskərlərdən də bir neçə nəfər yaralandı, möhlət yaralandı və bir neçə nəfər orada qəlpə yarası aldı. Biz bu zabiti götürüb yerimizi dəyişmək istədik ki, başqa bir ermənilərin görünməyən əraziyə keçək. Eyni vaxtda 3-cü snaryada atdılar və 3-cü snaryaddan da həmin zabit təkrarən qəlpə yarası aldı. Biz mövqeyimizi dəyişməli olduq, başqa çarəmiz yox idi. Biz mövqeyimizi dəyişdik. Ermənilər bizi görməyən bir əraziyə keçdik. Keçdik başqa bir əraziyə. Bu əraziyə keçən ərəfədə bu kəndi mühafizə edən hərbiçilərin rabitəsi ilə bizə əlaqə gəldi ki, məlumat gəldi ki, bəs Asim Məmmədov qayıdıbdır, Qozlu istiqamətinə qayıdıb gəlilib, tapılıbdır. Biz bu yaralıları, zabiti, başqa hərbi hissənin zabitinin və öz yaralılarımızı oradan götürərək
geriyə qayıtdıq əvvəlki öz qərargahımıza. Oradan yaralıları yola saldıq Kəlbəcərə doğru. Həm öz yaralımızı, həm də bu başqa hərbi mühafizəsi ilə məşğul olan yaralıları da Kəlbəcər istiqamətində yola saldıq. Və biz də əvvəlki mövqeyimizə qayıtdıq. Və elə oldu ki, bizi gətirdi Kəlbəcərin belə Ağdərən, Ketavan dedilər. Daha doğrusu Qozlu körpüyə və ondan sonra da təbii ki, biz Kəlbəcərdə bizi gətirdilər. Kəlbəcərdə də ilkin müayinə tibbi müdaxilə etdilər. Və sonra bizi vertolyotla bir qrupumuzu demək elə oldu ki, Şəmkirə gətirdilər. Bir neçə nəfər və mənim də həmin vaxtı Bakı şəhərində o vaxtki Musa Ağayevada xəstəxana vardı. Neçə Səhiyyə Naziri yerləşən binada. Müalicəmi orada aparası oldum. Və biz bir şeyə sevindik ki, sonra bizim o axtardığımız Asif Malış dediyimiz, elə biz yaralanandan biraz sonra artıq onun da demək tapılması xəbəri gəldi. Çox sevindik, baxmayaraq ki, bizdə yoldaşlarımız yaralanan oldu, xəsarət alan oldu həmin anda. Amma çox sevindik ki, heç olmasa özü yaralı, yüngül yaralı olaraq sağ tapıldığını gördük və biz bundan çox məmnun olduq.